Adilov Şirəli İlhamoğlu 6 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində İlham Adilovun ailəsində anadan olub. Nərimanov rayonunda yaşayırdı. Uşaq yaşlarında atasını itirib. 2002-2013-cü illərdə orta təhsil alıb. Ailəli idi. O 2014-cü ildə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında en saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2016-cı ilin aprelin 1-dən 2-sinə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdı. Tarixə aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirəli Adilov müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan ordusunun yenilməz Ohanyan xətti olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdi. Döyüşlərdən sonra xidmətinə davam edən əsgər Adilov 2016-cı ildə hərbi xidmətdən təxris olunmuş və mülki fəaliyyətinə davam edirdi. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başladı. Şirəli Adilov da səfərbər olaraq hərbi təlim toplantılarına çağırıldı. Azərbaycan ordusunun əskəri olan Şirəli Adilov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Nərimanov rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Şirəli Adilov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Şirəli Adilov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin digər 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Şirəli Adilov ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edildi.